Bəli, Real komandası olaraq 13-cü Ümumdünya Şəhərsalma Forumundan yayımlarımızı davam etdiririk. Əslində bugünün yekununu diqqətə çatdırmaq istəyirəm, daha doğrusu konkret mövzu üzrə. Bu da əlbəttə ki, qlobal mənzil böhranı ilə bağlıdır. Bugün təqdim edilən panellərdə qlobal mənzil böhranı geniş şəkildə müzakirə olundu və bildirildi ki, əslində mənzil böhranı şəhərlərə təzyiqi artırır. Digər tərəfdən, əlbəttə ki, qeyri-formal yaşayış məkanlarının meydana çıxması bir mənalı şəkildə artıq bu böhranın daha da dərinləşməsinə səbəb olur. Söhbət nədən gedir? Ümumiyyətlə, bugün dünyada mənzil bazarının ən yüksək bir həddə çatması və nəzərə alaq ki, əslində son beynəlxalq hadisələrin də müəyyən qədər mənzil bazarlarına təsiri var və eləcə də, məsələn, fond birjalarında səhmlərin qiymətlərinin kəskin şəkildə oynaması bilavasitə mənzil bazarına da öz təsirini göstərir və nəticədə mənzil bazarının baha olması şəhərlərə təzyiqin artmasına gətirir çıxarır. Bunun nəticəsində isə artıq qeyri-rəsmi yaşayış evləri ortaya çıxır və bu da əlbəttə ki, şəhərlərdə böyük problemlər yaradır. Urbanizasiya problemini yaradır, nəqliyyat problemini yaradır, həmin şəhərlərin kommunal belə deyək, sisteminin qurulmasına böyük mənfi təsir göstərir. Bax, bu məsələlər bugün burada 13-cü Ümumdünya Şəhərsalma Forumunda geniş şəkildə müzakirə olundu. 70-dən artıq təxminən panel keçirildi, tədbir keçirildi və WUF Akademiyasında inaqurasiyası bugün baş tutdu, onu deməliyəm. Ümumilikdə isə bizim bugün həm söhbət olduğumuz qonaqlar, ziyarətçilər, rəsmi şəxslər Azərbaycanın təcrübəsi xüsusilə Qarabağda və Şəngiz Zəngəzurda həyata keçirilən təcrübəsindən tam olaraq qaynaqlanacaqlarını bilmənalı şəkildə bildirdilər və qeyd etdilər ki, əslində burada Azərbaycanda məhz 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi həm də bir növ qarşılıqlı təcrübənin, xüsusilə də Azərbaycan təcrübəsinin paylaşılması baxımından son dərəcə zəruridir. Ümumiyyətlə, panellərin mövzuları xüsusilə diqqəti cəlb edir. Məsələn, dayanıqlı şəhərlərin yaranması. Nəzərə alaq ki, bugün artıq ağıllı şəhərlər yaranır dünyada. Artıq bu proses illərdir ki, gedir və belə olduğu halda həmin şəhərlərin dayanıqlılıq statusunu alması və onların daha, belə deyək, müasir formada bütün 4-cü sənaye inqilabının imkanlarından istifadə edərək insanlar üçün bir çox problemlərin həlli və əlçatan olması baxımından məhz zəruridir və burada yeri gəlmişkən dayanıqlı şəhərlərin yaranması və onların inkişaf etdirilməsi də müxtəlif panellərdə, müxtəlif müstəvilərdə müzakirə olundu. Bəli, 3-cü gün artıq yekunlaşıb və buna baxmayaraq pavilyonlara ziyarətçi axını davam etməkdədir və şübhəsiz ki, Ümumdünya Şəhərsalma Forumunun da ən vacib xüsusiyyətlərindən biri məhz burada yerləşən pavilyonlara olan maraqdır. Azərbaycan pavilyonuna son dərəcə böyük bir maraq var. Mən bunu şəxsən şahidi oldum burada olduğum saatlər ərzində və bir daha qeyd edirəm ki, məhz bu maraq da bilavasitə Azərbaycanın şəhərsalma mədəniyyətinin bugünkü səviyyəsindən xəbər verir. Bizdən hələlik bu qədər, daha doğrusu bugünlük bu qədər. Son məlumatları isə sizə sabah forumun 4-cü günündən çatdırmaqda davam edəcəyik. Kəmran Qasımov, İsa Məmmədov, Real.